Salam, sabahınız xeyir olsun. Xoş gördük hamınızı. Bugün bizdə belə qar yağıbdı. Çox qəşəngdir. Bu il heç belə qar görməmişdik. Çox sevindim bu qarı görüb. Çox qəşəng. Hələ də yağır. Hələ də yağır. Bugün də mən evdəyəm çünki Məleykə üstümüzə sağlıq. Narahatdır deyə ona görə Məleykə yox, Sara çaşdım. Qızları həmişə adlarını qarışdırıram. Sara xəstədir deyə bağçaya göndərmədim. Dünən də göndərməmişdim, bugün də göndərmədim. Ona görə bugün evdəyəm, heç yerə çıxmıram, amma istəyərdim ki, çıxım. Qarda gəzmək çox yaxşıdır. Xoşum gəlir, amma bugün evdə olacağam Saraya görə. Qar da bugünlük olasıdır deyirlər. Sabaha artıq qar yağmayacaqdır. Heç olmasa burada deyirəm, biraz belə eləyim qarı. Çox qəşəngdir, çox xoşum gəldi. Hələ biraz da artıq yağsaydı daha lap qəşəng olardı. Bizə də burada küçələr belə yolka falan əkiblər deyə, evlər də belə maraqlıdır deyə çox qəşəng görsənir. Sanki nağıldadır. Belə qar da yağanda lap qəşəng görsənir. İndi bu günlərimdə evdəyəm. Yəqin ki, vlog çəkərəm, gördüyüm işləri. İnşallah. Bu tərəfi də çəkim. Sizin üçün, burada qar var deyə sürüçkəndir buralar. Burada belədir. Maşınlar da qara görə yavaş-yavaş gedirlər. Yol çünki dondu da, ona görə qorxuludur bəlkə sürmək. Belə. Kəşki çıxa bilərdim bu gün çölə, sizin üçün göl çəkərdim. Çünki keçən dəfə qarda çəkmişdim. 10 mindən çox baxış oldu. Maraqlı gəldi insanlara bizim bu küçələr. İndi kəşki çıxa bilərdim, çəkə bilərdim. Amma heç çıxa bilməyəcəm bu günlərim. Ona görə evdən vlog çəkəcəm inşallah sizə. Səhər yeməyini yedilər. Mən də belə piroq bişirmişdim ki, uşaqlar məktəbə aparsınlar dünənlərim. Elə bu qalıbdı, elə bu qaba qoydum ki, rahatdır bu qab. Bu dondurma qabıdır. Rahatdır deyə elə qoyuram stolun üstündə. Səhər hərəsi bir dənə çayla içdilər. Belə də üzümü, belə dənələrini artlayıb qoymuşam ki, elə gedib gəlib yesinlər. Çox xeyirdir o. Stolun üstündə yığım. İndi yağ pendirdir, bu şəkərdir. Götürüm çörəyi də doğrayım, götürüm. Bu çox dadlı çörəkdir. Bu Göygöldə təndir yeri var orada. Bu təndiri elə də bəyənmirəm. Ağ təndiri. Amma bu buxankanı çox qəşəng elər. Özdə belə qırağı da olanda lap qəşəng dadlı olur. Mən bu çörəyi çox sevirəm. Düzdür, çörək çox yemirəm, amma hərdən ürəyim istəyəndə bundan yeyirəm ancaq. Belə indi bunların hamısını yığım yerinə. Yağ pendiri də qoyum, sonra görüm nə iş görürəm. Yağ pendir qabı da belə buradan belə qırılıb, uşaqlar çatladıblar. Prosta beləsini tapa bilmirik. Ya üşüşədir, ya taxtadır, ya belə nazik kaprondur. Bilirik ki, o biz uşaqların əlində heç bir həftə çəkməyəcək. Ona görə də heç almırıq. Deyirəm, yaxşısını görəndə inşallah alarıq. Yoxsa ki, elə belə pul verək, o da bir həftəyə qırılsın. Ona görə hələ ki, gözləyirəm ki, yaxşısını görüm. Hava da qar tamam bərkidir. Gücdəndir qar. Səhər burada maşını çıxartmışdıq. Maşının təkərin yerləri dolubdur. Qar necə yağdısa. Bayağı heç səhər belə yağmırdı. Uşaqlar məktəbə gedəndə indi savsim yağır. Çox qəşəngdir. Saranı istəyərəm, düşürdüm. Sadəcə xəstədir. Ona görə xəstə olmasaydı düşürdərdim, biraz qarda oynasın. Heç də. Mən indi işlərimə başlamalıyam. Bu günlərimi istəyirəm. Bu mətbəx mebelinin üstünü istəyirəm təmizləyim.
Bunu hardasa bir 3 aydan bir təmizləyirəm. Bu ildə heç təmizləyə bilmədim yeni ildə. Həmişə yeni ildə təmizləyirdim, sonra Novruzda. Yeni ildə eləyə bilmədim, çünki hamımız dünüzə sağlıq bir-bir xəstələndik, eləcə qaldı. Mən heç bir iş görə bilmədim. Ona görə indi bunların hamısını istəyirəm götürüm. Burada da elə bir sokovujumalkadır, sonra termos var, belə tefal var, o mikserdir. Onların hamısını torbaya salıram ki, tozlanmasınlar. İndi onların torbalarını dəyişim, bir də bunları yuyum, bunları yuyuram. Onu da yuyuram, suyun altında yuyuram. Bir də üstünü təmizləyim, silim tozunu ki, yavaş-yavaş mən Novruz təmizliyinə başlamaq istəyirəm ki, çatdıra bilim. Çünki işə də geyib gəlirəm, ona görə alınmır. Daha vaxtında eləmək, ona görə istəyirəm indidən başlayayım ki, Novruza kimi bir işimi görüb qutara bilim. Belə su hazırladım indi, feyrili su. Feyri deyəndə əslində bu feyri deyil, feyrin qabından tökürük. O İra mağazində satılan qab şampunundandır. Burada aşağıda var, sizə göstərərəm. Yəni ki, çox adam tanıyır onu, çox yaxşıdır. Deyirəm feyridən də yaxşıdır, həm qənaətçildir, qənaətlidir də. Yəni 2 manat 20 qəpikdir, xeylax yekə bir qabdır. Amma nə qədər gedir, qəşəngdir, köpüşkür. Bura inanırsınız, belə bir damcı belə tökdüm. Görün nə nətər köpüşlədir. İndi çıxım, mebelin başını təmizləyim, üstünü tamam təmizləyim. Düzdür, bura kimi götürmüşəm. Buradan hələ ki qablar, hər şey qalıbdır. Hələ ki buranı təmizləyim. Sonra bunları yumuşam burada. Yuduqlarımı silim təmiz. Bunun da qurpu orada qalıb, quruyubdur. Bu kleylə yapışır, qopdu. İndi bunu kleylə yapışdırıb asaram. Sonra bunları qoyandan sonra o birisi tərəfə gərək keçim. Yavaş-yavaş eləyərəm. Bugün inşallah bitirərəm bunu. Bura hazırdır. Buranı tamam sildim, təmiz. Bunları da yudum, qoydum. Bunu da belə qoymuşam ki, burada bunun da torbasını dəyişdim. Bu kitablardır. Qoymuşam ki, bu hündür görsənsin. Yoxsa ki, bunu belə yerdə qoyanda, aşağıya düşəndə oradan heç görsəmir. Beləcə başı belə görsənir. Ona görə kitabların üstünə qoyuram. Kitablar görsəmirlər. Amma bu özü belə tamam görsənir orada. Yaxşıdır. Xoşum gəlir bu figurlardan. Ona görə qoyuram bura. Bir də saata kimi belə sildim. Bir dənə indi bura qalıbdır. Buranı da təmizləyim. Bura elə bir ki, yeməyin yağıdır, pişirəndə qalxır. Bura qaz peçinin üstüdür, buradır. Bura qalxır, tozla da qarışır, belə kley kimi olur. Ona görə buranı indi təmizləməliyəm. Dediyim kimi, təmizləməmdim deyə yeni ildə, ona görə lap belə kirləndi. Nə gərək 2 aydan bir təmizləyim, belə qoymayım, tamam belə olsun. Yoxsa çətin gedir. Bunlar da heç aşağı düşürdəsi olmadım. Dedim elə üstündə klonkalarını çıxartdım, o toz olanları. İndi gətirib bunlara təzəsini salacağım. Elə birini götürmüşəm. Buna salım. Belə. Qoymağa yer yoxdur bunlar. Ona görə elə bura yuxarıya qoyuruq ki, dursun burada. Bu burada dursun. Heç bunu elə işlətmirik deyə qoymuşuq. Bura termosun özünü də elə işlətmirik. Sadəcə qoymağa yer yoxdur deyə məcburuq ki, burada qoyaq dursunlar. İndi buna da bir dənə torba tapın. Bunu da torbaya salım, qoyun. Bir də bu sok çəkəndir. Bunu da torbaya salım. Heç demək olar elə işlətmirik. Bunu hərdən nəsə işlədərik. Belə. Bunun tikində dəyişməliyəm. Onu da dəyişməliyəm. Onu da yumalıyam. Belə. Görüm, yavaş-yavaş eləyib bitirərəm inşallah bugün. İşim bu qədər. Bitirdim, buranı sildim. Yəni, ola bilər ki, deyirsiniz ki, nə var idi ki, buranı silməyə. Sadəcə neçə ay idi deyə silmirdim. Kir çox da belə o yağlı, tozlu şey çox belə kley kimi yapışmışdı. Onu təmizləyənə kimi inanın 2 dənə qubqa dəyişmişəm.
Sonra o yerlərini kirənən yerini qupqanı kəsdim ki, təzə yerdən eləyim. Gördüm yox alınmır. Təzədən təzəsini götürdüm, belə təmizlədim hər yeri. Biraz da dəyişiklik elədim. Onların hamısını yığdım ora. Buradaydılar da onlar belə hamısını bir yerə elə ora yığdım ki, orada qalsınlar. Belə. Əslində sevmirəm elə şeylər yuxarıda olsun, sadəcə yer yoxdur deyə məcbur qoyuruq. Mən xoşlayıram belə suvenir falan qoyaq da, belə bir şeylər olsun mebelin üstündə, amma yenə də buna da şükür. Artıq saat 6-ın yarısıdır. Mən indi bitirdim işlərimi. İndi də başlayacağım artıq buraları təmizləməyə, səliqəyə salım, qabları yuyum, suşulkanı yığım belə. Elə oranı eləyirdim ya, burada heç nə eləyə bilmədim. Bunu da inşallah yapışdıraq kleylə. Sonra üstünə taxacağım. Buradan qorpu qırılıbdı bunu. Bunu da yapışdırım, taxaq belə. Heç nə. Sizlə də inşallah gələn vloqlarda görüşənədək sağ olun.